Alisa Fremdir, görkəmli aktrisa, onun belə bir sözü var. Hörmət, dostluq və ehtiras. Bu üç şeyin cəmi sevgini yaradır. Bu üç şeydən biri yoxdursa, sevgi də yoxdur. Bəli. Münasibətiniz? Çox gözəl. Elə həll edib ki, elə şərh edib ki, ona heç vergül də qoymaq olmaz. Əlavələr edib. Yox, qəti olmaz. Ona görə də çox sevdiyim böyük aktrisadır, inan. Onun gözləri bir obrazdır. Bəli, bəli. Nələr deyir o ekranda. Elə onun sözlərinə əlavə olaraq sizin həyat yoldaşınız Şəmsiyə xanımla gəlin biraz ondan da danışaq. Çünki neçə ildir artıq. Mən həmişə misal çəkirəm ki, falan aktyor, Rus aktyoru 60 ildir. Myakov deyək ki, yoldaşı ilə 65 ildir. Amma Yasin müəllim də uzun müddətli deməli ailə həyatları var və bir-birini başa düşən insanlardır. Bəli. Neçə ildir Yasin müəllim ailəsi? Oğlumuzun 50 yaşını qeyd elədik. Oğlunuzun? Rövşənin 50 yaşını qeyd elədik. Demək, onda bilirsiniz ki, 60 il ən azı Yasin müəllimin neçə illərdir, 60 olmasa da 60-a yaxındır. Hələ tanışlıq mərhələsi var. Şəmsi sənət adamı olubdur. ASTV-də çalışır. Bəli, radionun direktoru olub 25 il. Orada tanış olmuşsunuz? Yox, oraya qədər mən hazırlamışam onu. Bu çox maraqlı məqamdır ki, insan gərək, mən fikirləşirəm ki, ruh ortağını tapmalıdır. Çünki artıq teatra, əgər sən bu münasibət qurduğun xanımla teatra gedib baxa bilirsənsə, eyni mövzunu müzakirə edə bilirsənsə, deməli, ruhlar uyğunlaşır burada. Bəli, bəli. Bu alınmayanda, o biraz problemdir, mən fikirləşirəm. Bütün həyatın bütün sahələrində elədir. İnsan gərək köklənə bilsin, dostla da köklənə bilsin, həyata münasibətlə köklənə bilsin. Əgər siz başqa kökdə, ya da mən doda düz gəlməyəcək, xaric səslənəcək də onda. Nə vacibdir ailənin möhkəm olması üçün? Bax, elə köklənmək, eyni lad üstünə köklənmək. Vəssalam, bu hamısını